Telefon dünyanın ən önəmli icadlarından biridir. Bu günlərdə əlimizdən yerə qoya bilmədiyimiz telefonun bir kəşf hekayəsi var. Halilə bu qədər çox istifadə etdiyimiz əşyanın kimin tərəfindən kəşf olunduğu da bizlərə maraqlıdır. 1876-cı ildə telefonu icad edən Graham Bellin əsl məqsədi karlara danışmağa və eşitməyə kömək edən bir cihaz düzəltmək idi. Boston Universitetində professor olaraq işləyən Bell səsləri mexaniki yollarla bir yerdən digər yerə ötürmək üçün çalışırdı. O zamanlar əlaqə ancaq teleqraf aparatlarından istifadə ilə mümkün olduğu üçün Bell də öz fikirlərini bu aparatların üzərində təkmilləşdirmək istəyirdi. İlk telefonda səslərin ötürülməsində ciddi qüsurlar olsa da, yalnız 250 metr məsafədən danışıla bilsə də, bu icad çox böyük uğur qazandı. 10 mart 1876-cı ildə icadının patentini alan Graham Bell bundan bir il sonra 1877-ci ildə Bell Telefon Kompaniya şirkətini qurur. 1878-ci ildə ilk dəfə olaraq Amerikada, 1881-ci ildə isə Almaniyada telefon qovşaqları qurulur.